Bunu indiyə qədər heç kəsə danışmamışam və heç kəs bilmir. Bir mənim rəhmətli anamdan sabahı. 1943-cü ildə mənim 20 yaşım vardı. Bizim ailədə çətinliklər var. Mən də anam da bir nəzir dedik. Gəldim Bakıya, getdim İçəri şəhərdə Mir Möhsün ağanın evinə. Onu ziyarət etdim və nəzirimi də ona verdim. Ziyarət etmişəm sağlığında. Bütün bu şeylər qadağanıdır. Onda da laf o, bunun lafı o. Kəskin vaxtıydı bu şeylər. Amma mənim qəlbim və rəhmətli anamın mənə məsləhətləri məni gətirib ora çıxardı. Yəni, düzün mən sizə deyim, mən ora xəlbət getmişəm. Fikirləşirdim ki, görəsən, məni gördülər, ora-bura çağıracaqlar, məni qısnayacaqlar. Mənə bir şey edəcəklər. O 10 gün keçəndən sonra gördüm bir şey tak yoxdur. Belə başa düşdüm ki, da mən oraya getməyimi heç kəs bilməyibdir. Bu qalıb bir mənim özümün qəlbimdə, bir də anamın qəlbində.